Hamiləliyin 32-ci həftəsi və hamiləlikdə saç tökülməsi haqqında danışacağım bugün. Hamiləliyin 32-ci həftəsində dölün çəkisi 1700-1900 qramdır. Uzunluğu isə 42-43 santimdir. Döl ritmik və güclü hərəkətlər edir, yeri bir qədər məhdudlaşıb, ona görə hərəkətləri çox aktiv deyil, amma güclüdür. Dəri altı pi formalaşır və 3D şəkillərində biz dölü artıq daha yeni doğmuş uşağa bənzər şəkildə görürük. Ağciyərlərin müəyyən böyük bir inkişaf mərhələsi tamamlanıb və bu həftədə doğulan uşaqlar bəzən sünni tənəffüs aparatına ehtiyac duymurlar, sərbəst özləri nəfəs alırlar. Anada uşaqlıq böyüdüyü üçün nəfəs darlığı, mədə yanması, uşaqlığın ağciyərə və mədəyə baskısı ilə əlaqəli əmələ gələ bilər. İlk süd ifrazatı davam edir. Bu süd əmizdirmək üçün hazırlıqdır. Çox qiymətli ilk süd vəzində əmələ gələn kolostrum adlanılan bir maddədir. Ayaqlarda şişkinlik, damar genişlənməsi, babasil, bunun kimi şikayətlər ola bilər. Bu şikayətləri azaltmaq üçün hamiləyə lifli qida, bol maye və yüngül fiziki aktivlik məsləhət görülür. Periodik olaraq qanın ümumi analizi və CD analizi baxılır və gərəkirsə dəmir dəstəyi təyin olunur. Hamiləlikdə saç tökülməsinə gəlsək, bu problem hamilələrin böyük qismini narahat edir və hormonal dəyişikliklərlə, makroelementlərin, dəmir kimi və vitaminlərin əksikliyi ilə, özəlliklə B qrupu vitaminləri, protein əksikliyi ilə, yuxusuzluqla əlaqəli olur. Birinci, hormonal dəyişikliklərə təbii ki, təsir edə bilmirik. Bunlar hamiləliklə əlaqəlidir. Protein əksikliyini ət, paxlallar, yumurta, süd istifadəsi ilə təmin edə bilərik. Dəmir əksikliyini qırmızı ət yeyərək, ispanaq, qarabaşaq, qırmızı alma kimi qidalardan istifadə edərək və ehtiyac varsa, dəmir əlavəsi təyin edərək bərpa edə bilərik. Tiroid funksiyasının pozulması hamiləlikdə bəzi hamilələrdə baş verir və mütləq hamiləliyin başından tiroid funksiyası yoxlanılır və bir pozulma varsa müalicə təyin olunur. B qrupu vitaminləri saçların uzaması üçün və tökülməməsi üçün çox önəmlidir. Özəlliklə B12, fol turşusu və biotin. Bunlar da qırmızı ətdə, paxlallarda, ispanaqda, göyərtidə bulunur. Həm onların istifadəsinə diqqət etmək, həm hamiləlikdə multivitamin qəbul etmək məsləhət görülür. Konkret bir vitamin əksikliyi varsa, əlavə olaraq, multivitamindən əlavə olaraq o təyin olunur. Yuxu və stress saç böyüməsi üçün, çox uzanması üçün, tökülməməsi üçün çox önəmlidir. Hamilələr bəzən yuxusuzluq çəkir, stresli olur, hormonal dəyişikliklərlə əlaqəli ruh əhval halları dəyişir. Bunun üçün yenə də yüngül sportla məşğul olmaq, nəfəs praktikaları etmək və yuxunu tənzimləmək çox vacibdir.